Salam əziz dostlar, hər birinizi xoş gördük. Kəbə haqqında növbəti hədisi oxumaq istəyirəm. Hədis İmam Sadiq əleyhissalamdandır. Hişam Əbi Əbdullah əleyhissalamın belə buyurduğunu nəql edir. İbrahim əleyhissalam Şam səhrasında qalırdı. İmam Sadiq əleyhissalam bir yerə qədər danışdı və buyurdu. Beləcə İbrahim Kəbəni tikdiyi və həcc etdiyi zaman Rəbbinə dua edərək belə dedi: Rəbbim, bu şəhəri əmin-amanlıq yurdu qərar ver və oranın əhalisindən sənə və axirət gününə iman edənlərə meyvələrdən ruzi ver. İmam Sadiq əleyhissalam buyurdu: Meyvələrin arasında qəlblər də var. Yəni onları insanlara sevdir. Beləcə onlar tövbə etsinlər və özlərinə dönsünlər. Hədisin mənbəsini aşağıda qeyd edəcəm. Gördüyünüz kimi bu hədislərdə İbrahim əleyhissalamın İordaniya, Şam bölgəsində yaşadığından qeyd olunur. Bu barədə həqiqətən də fikirləriniz maraqlıdır. Fikirlərinizi rəy bölməsinə qeyd edə bilərsiniz. Dinlədiyiniz üçün təşəkkür edirəm.